Növbəti belə bir suala baxaq uşaqlar. Düz prizmanın oturacağı katetləri 8 sm və 6 sm olan düzbucaqlı üçbucaqdır. Hündürlüyü isə 4 sm-dir. Bu prizmanın tam səthinin sahəsini tapın. Əvvəlcə təsvir edək. Deməli, oturacaqlar düzbucaqlı üçbucaqdır. Katetləri 6 və 8 sm olmaqla. Hündürlüyü isə 4 sm-dir. Hündürlük 4, katetlər 6, 8, üçbucağın üçüncü tərəfi isə 10 qeyd edirik. Bu Pifaqor üçlüyüdür. İndi biz bu fiqurun tam səthinin sahəsini tapmaq üçün 2 oturacağın sahələri cəmi və 3 dənə də yan səthinin sahələrini toplamalıyıq. Elə isə S-dan bərabərdir. Oturacaq düzbucaqlı üçbucaq olduğuna görə katetlərin hasilinin yarısı. Bu bizə bir düzbucaqlı üçbucağın sahəsini verir. 2 dənə olduğuna görə 2-yə vururuq. Topla. Yan səthlər isə 6 vur 4. Topla. 10 vur 4. Topla. 8 vur 4 olan düzbucaqlılardır. Burada ikiləri ixtisar edirik. 48, topla 24, topla 40, topla 32. Bu da bərabərdir. 144 A variantı.